alemleri yaradan, yarattığın öz rəhmətiyle qucaqlayan, din gününün, ibadət gününün, qiyamət gününün sahibi olan, bizləri bu dünyada yaradan, yetirdən, içirdən, rızkımızı veren ve vaxtımız çatdıqdasa öldürən ve qiyamət günü yeniden dirildib hər kəsi öz dilində sorğu-sual edən Allah onun Resulü Efendi Peygamberimiz alemlere rahmet olarak gönderilmiş Muhammed sallallahu aleyhi ve sellemin alinin hesabının ve kıyamete kadar ona itaatli olanların üzerine Allah'ın salamı. Değerli kardeşler, değerli Müslümanlar, Allah Tebareke ve Teala insanları ondan layıkınca korkmakla emrettir. Onun yolundan çıkmamaklığı, onun gönderdiği peygamberin yoluyla gitmekliği, onun gönderdiği kitapla əxlaqlanmağımızı emrettir. Ve bununla beraber Allah Resulü'ne Allah Teala'nın emri belə oldu ki, ya Muhammed sen onların üzerinde hakim değil. Yani sen onlara hükmeden değilsin. Sen yalnız onları Allah korkusuyla korkudansan. Buna göre de Allah Teala Kur'an-ı Kerim'de kıyamet hakkında bizlere məlumat verir. Biz çok rast geldik. Rast geldiğinde o esas namaz kılmayanların, Allah yolunu olmayanların, bir Müslüman bölümler ki, kim kıyamet görüyor, kıyamet kim, pardon kadar yapmışlar, bu dünyadan kim kapacak, bu bile sonradan oluyor. Ama onlar başa düşmürler ki, senin yalnız bize yaradan ne peygamberin olduğunu yani ne peygamberin kıyametinde olduğunu bilmiyor. Ona yaradan Allah Teala müraciət edir. El-Fecr suresinde, Dan yeri suresinde Allah Teala buyurur. Andolsun dan yeri. Yani bir meselede demiştik ki Allah Teala'dan uca heç nə olmadığına göre Allah Teala öz yarattıklarına alır. Andolsun dan yerine, andolsun o geceye, zulmetten ayrılan geceye, zulmetten ayrılan süper. Andolsun süper ve teker. Türkiye'nin yer üzerinde yaranan süper ve bir olan tek olan Allah'a ki kıyamet haktır. Allah Teala and etti ki kıyamet haktır. Ve siz kafirler kıyamet günü dirilip emellerinizin cezasını çekeceksiniz. Bu Allah'ta kafirlere verir. Meğer bunlarda kıyametin hak olması barəsində ağır sahiplerine bir an yoktur. Yani ağır sahipleri Allah'ın adına an hissedilenler belə ki, kıyamet hak. Yani kıyametin hak olması barədə an hissediler. Yani o Allah'ın adına and için ki, kıyamet haktır. Ya Peygamber, meğer görmedin mi ki Rabbin neymiş? Hud Peygamberin ad bölümüne. Yani Hud Peygamberin ad bölümüne ya Muhammed gör Allah sana neymiş? Sütunları uca, qayalar, daş qayalardan tikilmiş evler ve sütun boyda olan boylar, olan insanlar. Onlardan Allah hiç vaxt yaratmamış. Yani Allah Teala onlara veren nimeti, onlara veren istedadı, onlara veren boy, bugün güc qüvvəti mən heç vaxt yaratmamışım. Elə bir qövüm ki, məmləkətlər əhli arasında boy bukunca qüvvət çəkiliydi. Məgər görmədin mi ki, ya Resulullah, nələr etdim mən? Yani Allah Teala bununla bildirmək istəyir ki, çok
ayağınız belə qüvvələnmir. Nə dağlardan yüksəyə qalxanmarsınız, nə dağlar yerindən oynadanmarsınız. Elə də sayısız hesapsız orduları olan, var dövlətin həddi olmayan, özünü rəbb belə sayan və dağ ağacları hazırlayan Fironun aklını görmədiniz. O kəslər ki, məmləkətlərdə tüğyan edərlər. O kəslər ki, fitnə fəsad yaradarlar. Onların axırı cəhənnəmdir. Bununla beraber Allah Teala qəfildən əlinə var dövlət keçənlər və sonunda var dövlət əlindən çıxanlardan da var. Bir vaxt oldu ki, biz bəzilərinə var dövləti həddindən artıq verdik. Onlar da qürrələndilər, bu var dövlət bizim öz cəsarətimizin, öz zəhmətimizin nəticəsidir. Yəni Allah'ın bize verdiği rızkı demədir. Bu bizim öz fərasətimizin nəticəsidir dedilər. Amma biz onları kasıb hala salanda, onların var dövlətində biraz əksizlik yarananda Rəbbimiz bizə bunu niyə etdik? Var dövlət əllərdə keçəndə özümüzün nəticəmizi dedilər. Amma var dövlət əllərindən çıxanlar Allah bizə bunu niyə etdik? Ey belə deyil. Doğrusu siz özünüz yetimə haqqınız. Yetimin haqqını vermədiniz. Bir-birinizə kasıblara əl tutun demədiniz. Mirası düzgün görmədiniz. Buna görə də Allah bizi. Hey! Məsələ heç də siz deyən kimi deyildir. Yer dağılıb parça-parça olduğu zaman, Rəbbinin əmri gəlib, mələklər saf-saf düzüldüyü zaman və cəhənnəmin qapıları üzünüzə açıldığı zaman, kafirlər həşr meydanına zincirlənib gəldikləri zaman, Allah'tan başqa onları heç də elə zincirləyən olmayacaq. Kafirlərin günahları heç kəs Allah kimi cəzalandırılmayacaq. Yəni yer üzərində bir dənə kafiri bizim cəzalandırmağa haqqımız yoxdur. Heç kimə durub durmaz yerə kafir deməyin. İçki içsə də belə ona kafir deməyin. Çünki onun günahını siz görə bilərsiniz. Amma tövbəsindən xəbəriniz olmaz. Buna da xatar Qiyamət günü o kafirlər kaş biz yeniden dünyaya qayıdıb Allah'ın bütün əmrlərini yerinə yetirəydik deyir. Bəzi ayələrdə Allah Teala buyurur ki, onlar deyəcəklər dəfələrlə ölüm arzulayacaqlar. Bəzi ayələrdə kaş biz torpaq olub sakitcə qalayıq deyir. Amma Allah Teala Allah'ın yolunda olan müminlərə deyəcək: ey arxain olan nəfs, arxain olan nəfsləri, yəni nəfsinizlə mübarizə apardınız və arxain oldunuz ki, Allah sizə nəzarət edir. Allah Teala o arxain olan nəfslər deyəcək: dön Rəbbinin sənə ait olduğu yerə, sən cənnətə, Allah'ın yolunda olanlar da olur. Onlarla birlikte cennete daxil olur. Allah'tan hər birimizə Allah'ın yolunda olmaq olur. Allah'ın yolundan çıxmamaq olur. Bacardığımız qədər Allah'ın yolunu düzgün getmək olur. Bismillah.
اللهم صل على سيدنا محمد وعلى آل محمد كما صليت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد اللهم بارك على محمد